İnsanlara qarşı çox nəzakətlisən? Hamı səni mədəni, tərbiyəli insan kimi tanıyır? Əla. Amma bunların heç biri sənin yaxşı insan olduğunu sübut etmir. Əsl sual başqadır. Sən evdə necə adamsan? Həyat yoldaşın sənə rahat dərdini danışa bilirmi? Yoxsa sənin reaksiyalarından qorxub çəkinir? Övladın səhv edəndə ona küçədə yad bir uşağa göstərdiyin səbri göstərə bilirsənmi? Anan, atan sənin yanında özünü rahat hiss edə bilirmi? Yoxsa hamı sənin əhvalına uyğun davranmağa məcburdur? Maraqlıdır. Küçədə kimsə sənə kobud cavab versə, özünü saxlayırsan, problem deyil deyirsən. Amma evdə eyni vəziyyətdə ən yaxın insanını qırırsan. Niyə? Çünki biz illərlə cəmaata yaxşı görünməyə öyrənmişik. Maskalarımızı çöldə taxırıq, ən sevdiklərimizin yanında isə çıxarırıq. Halbuki ən böyük tərbiyə yad adamlara göstərdiyi nəzakət deyil, evdəkilər göstərə bildiyin hörmətdir. Əgər ən yaxın insanların səndən ehtiyat edirsə, bəlkə də dəyişməli olan xasiyyətin yox, özünlə münasibətindir.